Qəzəl Həzəc bəhrinin 8-ci dəfləsində yazılıb. Qəzəlin adı Leyli Təhərdir. Deyir, şairləri şair eləyən qəmdi kədərdir. Eşq qədrini bilməzləri eşq xeyli hədərdir. Hər bəndə olub sevgidə sözsüz kölə həm qul, fərq eyləyə bilməz ki, igiddir ya da nərdir. Şair daha çox tez köçəcək fani həyatdan. Şair daha çox tez köçəcək fani həyatdan. Çün ömrü onun bir kəpənək ömrü qədərdir. Dilbər Camalın zülf ilə örtmüş şəbi zülmət, açmışsa da parlaq ya da bir nurlu səhərdir. Çox aşıqı görmüş bu cahan Məcnuna bənzər, bəs söylə görüm hansı sayar Leyli Təhərdir. Göy sanki gözəllik görünən səhnə olubdur. Göy sanki gözəllik görünən səhnə olubdur. Dilbər də həmən səhnədə bir nurlu qəmərdir. Bir vaxt fəqanın ömrünü sən dəftərə yazsan, baxsan görəcəksən nə qədər qəmli əsərdir. Baxsan görəcəksən nə qədər qəmli əsərdir.